Salam əziz qonaqlar. Bugün 11 dekabrdır 2025-ci ildir. Artıq sabah isə 12 dekabrdır. Demək olar ki, 2003-cü il 12 dekabrda bilirsiniz ki, Azərbaycan xalqı öz daxili liderindən, nəinki Azərbaycanın ümumi lideri, Türk dünyasının böyük dahisi. Mən həmişə demişəm, dünyanı bəşəriyyəti idarə etmək gücünü olan böyük bir duha Heydər Əliyevi bitirdik. Baxmayaraq ki, biz Heydər Əliyevi fiziki olaraq bitirdik, cismani olaraq bitirdik. Ancaq ruhən o əbədiləşdi, qəlblərə həkk olundu, milyonlarla, 10 milyonlarla, 100 milyonlarla, bəlkə milyardlarla dünyada yaşayan insanların sevgisini, rəğbətini qazandı və şərəfli ömür yolu seçdi, xalqın tükənməz sevgisini qazandı və əlçatmaz zirvəyə ucaldı, əlçatmaz zirvəyə ucaldı. Yəni, bu hər bir insana nəsib olmuş, çünki dünya xalqlarının, dünya dövlətlərinin böyük liderləri olub, görürsünüz ki, onların sonunda acı faciələrlə, çox böyük xoşa gəlməz, arzu olmaz hadisələrlə müşahidə olunur. Ancaq görün, Allah-u Teala nə qədər ulu öndərə o qədər böyük bir dəyər verib ki, ulu öndəri xalqların qəlbində əbəd yaşar etdi. Bugün bununla bağlı, biz Heydər Əliyevin anım günlə bağlı yığışmışıq, ancaq onu biz həmişə xoş xatirələrlə, qəm-qüssə ilə yox, musiqi ilə, şeirlərimizlə, gözəl xatirələrimizlə danışacağıq. Bugün bizim tədbirimizdə qeyd etmək istəyirəm ki, xüsusilə qeyd etmək istəyirəm ki, Sadıq Sərbəliyev buradadır. Sadıq Sərbəliyev, xalq artisti, prezidentin fərdi təqaüdçü Şöhrət ordeni. Mən çox üzr istəyirəm. Cənnətli Heydər Əliyev mənim bizə baxmaq, mənə Vəhabil Əliyevi o zaman hədiyyə edir. Əbədi lider duyulursunuz. Cənnətli Heydər Əliyev hər zaman sənət adamlarına görüşəndə mənim öpüşür. Əlbəttə. Mən üzr istəyirəm, Xalq müəllim, ürəyin sözlərinizi deyəsiniz, xahiş edirəm. Biraz mən də fikirlərimi sonra çaşdırıram ona görə. Və bugün burada mənim çox həqiqətən də sevdiyim, 20-25 il bundan qabaq opera səhnələrində bütün böyük bir Azərbaycanın demək olar ki, Teymur Göyçəyev, Tanıtmış, Abdullayev və digər görkəmli bəstəkarların, dirijorların dirijorluğu ilə səhnələrdə görmüşəm. Filarmoniyada görmüşəm, Mustafa Akademiyasını görmüşəm, musiqi konservatoriyada görmüşəm sizləri və eyni zamanda bir nəfər sizin haqqınızda mənə çox tələbəniz olub, deyirəm, müsbət, çox yüksək televizörləri, Hərsək Altun da o deyilən sözləri təsdiqlədi. Bizim doçent profesor deyilir. Fəlsəfə elmləri doktor, doçent profesor bizim hörmətli Mahirə xanım buradadır. Musiqi konservatoriyası, Milli Konservatoriyanın müəlliməsi. Onun qızı Gözəl balamız da buradadır, onu da almışlayaq. O da opera icraçısı müəlliməni. Bizim İradə xanımız, mənim əziz bacım, Dodo qəzetinin baş redaktoru, Dodo saytının rəhbəri, eyni zamanda Yazıcı Mədəniyyət Mərkəzinin mətbuat xidmətinin rəhbəri. Sənədər qızım orada əyləşib, 10 ildən artıq bizə fəaliyyət göstərir. Ən böyük işləri ona tapşırır, iş olsa ki, bizim mənim müşavirimini, İdarəyyətin üzvüdür, Sənədər xanımda almışdır. Və mən gəlirəm çox hörmətli, dəyərli bizim professorumuz Afaq xanıma, İsmailovaya, Bakı Dövlət Universitetinin professoru eyni zamanda artıq bir ilə yaxın ki, Afaq xanım burada təşkilatda Qadınlar Şurasının sədri idi, artıq bir həftə bundan qabaq İdarəyyətin qərarı ilə dünən rəsmiləşdirdi ki, Afaq xanım Dünya Azərbaycan Mədəniyyət Mərkəzinin vitse-prezidenti vəzifəsini görəcək. Mən burada gözəl oğlumuz əyləşib. Mən, Yunusfəm, gəlin əyləşin. Hələli orada əyləşin, sonra yer taparsınız. Asim əyləşib burada. Asim. Mən həqiqətən də Asimin ifasına qulaq astım. Duet olaraq Altunla. Mən çox ləzzət elədim. Onun artistiniz, artistiniz deyirlər də biz. Gözəl bir səhnəni mimikası ilə, özünün duruşu ilə, hərəkətlərlə çox məzur qaldı. Siz də xoş gördük burada. Bizim muğam ifaçımız Rəhim müəllim buradadır. Açıq müəllim buradadır.
Onun qardaşı gözəl nəfəs alətlərində mükəmməl ifaçı Zahid Qubadlı buradadır. İsmail buradadır. Yenə siz də yəqin ki... Həm həkimdir, həm də kəndisi. Ha, nə gözəl. Ha, kəndisdən. Kəndisimiz İsmail buradadır. Dəyərli iki xanımımız buradadır. Mən onlara əsas önəm verəcəm hər ikisinə. Düzü mən diqqət əzlədim. Siz başı möhtəşəm bir ifa elədiniz. Möhtəşəm olsun. Madmazeli başı dəhşətlərlə çatırlar. Rəhimə balamız buradadır. Rəhimə Xəstəqliyə Sirdi Musiqi Milli Konservatoriyanın piyano üzrə əlində konsertini istirdi. Aysel xanım mükəmməl opera vokal ifaçısıdır. Mən yardım ki, gələcəkdə yəni ki, hansısa bu opera gözəl şəkildə oxuya bilərsən. Misal yapıldığımızda hər şey yeri yerindədir. Mən gəlin buradakı bugünkü gün münasibətlə burada yumuşaq insanların hər birinə ürəkdən bir alqışlayaq və eyni zamanda mən Ulu Öndər Heydər Əliyev haqqında çox danışa bilərəm. Ancaq Heydər Əliyev belə bir şəxsiyyət idi ki, Azərbaycanı vətəndaş müharibəsindən vətəndaş cəmiyyətinə qədər gətirib çıxardan böyük bir dahi şəxsiyyət idi. Heydər Əliyev Azərbaycana gəlməsəydi, ikinci dəfə xalqın tələb və təkidi ilə Azərbaycanda vətəndaş müharibəsi, qardaş qırğını, dövlətin parçalanması, bölünməsi şimala, cənuba, qərbə. Ona görə də Heydər Əliyev Azərbaycan xalqının nə qədər xalqımız var, Heydər Əliyevlər olacaq, nə qədər xalqımız yaşayır, Heydər Əliyev yaşayacaq və bizlər də onu həmişə gözəl xatirələrlə onları yad edəcəyik. Dostlar, mənə elə gəlir ki, kimlərinsə qısa olaraq Heydər Əliyev haqqında fikirləri olacaq. Mən icazənizlə qonağımız xanım olduğu üçün Mahirə xanıma istəyirəm. Heydər Əliyev haqqında ürək sözlərinizi, fikirlərinizi çatdırasınız. Bir neçə kəlmə ilə ifadə edəsiniz. Sonra Sadıq müəllim danışsın. Kim istəyirsə həqiqət ətrafdan bizim kimi danışacaq. Qısa bir 3-4 nəfər danışanın, buyurun. Mənim tələbəlik illərim, ümumiyyətlə Heydər, gözəl ulu öndərimiz Heydər Əliyev prezidenti zamanında idi. Mən çox gözəl tələbəlik vaxtında keçib, onun zamanında hətta müəllimlik dönəmində onun Heydər Əliyev prezidentimizin zamanında keçib. Mən ona ümumiyyətlə ruhu şad olsun, ona Allah ona rəhmət eləsin. Biz çox necə deyim, unudulmaz bir prezidentimiz olub. Çox sağ olun, çox sağ olun. Mahirə xanım, yəni siz öz-özünüzü musiqi yapıyorsunuz. Çünki sənət adamları danışmaqdan çox... Heç gözləmirdim. Bəli. Təşəkkür edirəm. Sadıq müəllim, qısa Heydər Əliyev xatirəni 3 dəqiqəlik buyur. Mən hər zaman cənnətli deyirəm. Çünki Heydər Əliyev həyatda yaşandığı da cənnətli idi. Dünyasını dəyişəndən sonra da cənnətli idi. Milli lider, Ruşad olsun. O zaman 92-93-cü illərdə Naxçıvana heç kim getməyən zamanlarda mən açığı olduğunu deyərəm. Niyaməddin gedib, Səhər Uşaqlar, Hacı Baba, 2 dəfə Avtandil, bir dəfə Mələk xanım, cənnətli Heydər Əliyev yanına mən 5 dəfə getmişəm. Gedəndə görüşdü, öpüşdü, mənim gözlərim doldu. Qayıtdı ki, siz bura necə gəldiniz? Heydər Əliyevlə danışmaq olar. Dedim ki, yoldaş Heydər Əliyev icazə olar. Buyur. Dedim, mənim nağaramın çubuğun, qoşun nağaramı həbs eləməyəcəklər, uğundu gülmədim. 2 gün xeyriyyə konserti verdim, 92-də Mələk xanımla. 41 Noruz pul oldu, pulun ölən vaxt dedi. Fəttah müəllimə dedi ki, Allah rəhmət edir, Kəmaləddin Atas, mədəniyyət naziri idi. Dedim, pulun 60% siz alçılara keçəcək, 40% Naxçıvan Muxtar Üsmanın mədəniyyət nazirinə. Belə baxdım, dedim, Fəttah müəllimə, Zeynəb xanım Ərişlər keçdən üstündə stadiyona gəlmişəm Naxçıvana. Mən burada olan vəsaitlərin hamısını keçirdirəm Naxçıvanda əskər bağlara. Mümkünsə 1000 manat təbriz qəsədə. Təbriz qəsədə İstanbuldan girdi, Salı buradan çıxırdı.
ağacı kəsirlər. Cənnətlik Heydər Əliyev şad olsun. Amin, sağ olun. O bizim Türk dünyasının Heydər Əliyev olub. Elədir, sağ olun abi. Sən əməlli danışa bilmirəm. Yok, çok güzel danıştınız. Buyurun əyləşin. Ha bakalım, hedef hakkında bir neçə kəlmə olur. Profesör üçün nə sözlərdir? Möhkəm danışsanız hər şeydən. Bilirsiniz, hər bir xalqın tarixində önəmli hadisələr olduğu kimi, onun tarix yaddaşında önəmli sərkərdələri, başçıları da olur. Amma Azərbaycan xalqı həqiqətən çox xoşbəxt, şanslı bir xalq, bir millətdir ki, onun tarixində zaman-zaman gələn sərkərdələri bilirik və sonra Heydər Əliyevin üzərində dayanırıq. Bugün anım günü tədbirinə yığılmışıq. Heydər Əliyev, mən deyərdim ki, bax, sənət adamlarına münasibətində görürsünüz, hörmətli xalq artistimiz Sadiq bəy vurğuladı ki, həmişə sənət adamları ilə sonra, verilişdən sonra bir görüş şəxsi belə yanaşması olurdu, danışırdı, onlarla paylaşırdı bəzi şeyləri. Heydər Əliyev zaman-zaman qamçıladılar onu, çox qamçıladılar. O Moskvada olduğu dönəmdə bilirsiniz, nələr yaşadı, bunların hamısını bilirik. Kremldə orada olduğu dövrdə burada onu yazırdılar, onun haqqında nələr oldu. Amma bu insan hər şeyə sinə gəlirdi. Bizdə çox gözəl Azərbaycanda bir söz var. Dedi, kişi oldu atdan düşə atlana. Fikir verirsiniz, nələrdən keçdi, nələrə qadir olduğunu isbatladı. Heydər Əliyev həqiqətən möhtəşəm və kitablarda yazılır, unikal bir şəxsiyyətdir. Unikal bir şəxsiyyətdir. Onun deyimləri, dediyi kəlamlar bugün görürsünüz, hər gün aktualdır. Mən tələbələrlə məsələn, onun sözlərinə aid sərbəst işlər, individual bir işlərdə keçirirəm. Bir millət, iki dövlət və başqa kəlamları bilirsiniz, bugün yaşayır və ömür boyu nə qədər Azərbaycan xalqı yaşayır, var olacaq, Heydər Əliyev vardır, yaşayacaqdır. İdeyaları da bugün devam edir. Çok sağ olun. Çok sağ olun. Kimin söyleyecek sözleri varsa kısa bırakayım. Hakim buyurun. Rasim Hanım, çok sağ olun ki siz bunu her yıl edirsiniz. Var olun sizi bir daha sizin yani devletimize aynı zamanda önder olan muhabbetinizdi, sadaketinizdi. Ve biz hoş arzularla önder alırız. Her zaman alırız. Çünkü Müstəqil Azərbaycan manisidir, bulucusudur. Aynı zamanda dünya liderleri seviyesinde global liderlik, büyük şahsiyetçi, büyük siyasetçiydi. Ona rahmet eylesin de profesör çok bir düzgün lider. Ona karşı haksızlıklar oldu. İster Moskva'da olan da burada gelende ve yine de bazı insanlar tarafından böyle haksızlıklar oldu. Ancak ben de çok tecrübeli siyasetçi bu haksızlığa süre geldi ve yeniden Azerbaycan'a prezident gibi geldi. Allah'ıma gani rahmet eylesin. Bütün ister Sovyet döneminde, ister 22 dönemde çok büyük işler yaptı aslında. Size de teşekkür ederim ki her yıl bunu yani... Çok sağ olun, borcumuzdur. Ben inanıram ki bugün Heydər Əliyevin anı günü dünyanın her bir yerinden. İnanın ki başka milletlerden, halklardan olan insanlar bunu qeyd edir. Çünkü bilirsiniz, yaxşı insanın yeri yurdu bəlin deyil. Eğer bir dahi insandırsa, bakın görün bu günlərin dünyanı idarə etməkdə nə qədər çətin çəkilir. Ama inanın ki Heydər Əliyevin vaxtında olsaydı, sağ olsaydı, bütün bu dünyadaki bu global problemlerin həlini çok asanlıkla eləyərdi. Çok sağ olun. Musiqiyə söz verəyim. Ulu Önder'in sevdiği mahnılar var. Bilirsiniz ki Alagöz var. Şəhərlərə su sətmişəm var. Sənədə qalmaz var. Bugün Heydər Əliyevin xatirə olaraq onun ruhu qarşısında onun sevdiği mahnıları ifa eləmək istəyirlər gənclərimiz. Buyurun Rəhmə xanım, buyurun Altın Bəy. Üzərinizdən hər salamlayıram. İfadən öncə bir Buyurun. Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin həqiqətən də ana günlə bağlı tədbirə bizə dəvət etməsi çox gözəl bir haldır. Artıq 2017-ci ildən bəri mən bu təşkilatın üzvü olmuşam və konsert və layihələrində həmişə iştirak etmişəm bir gənc ifaçı olaraq. Bəli, bugün anım günündəyik. Biz burada Ulu Öndərimizi böyük sayğı ilə anırıq. Mən onu demək istəyirəm ki, bir Azərbaycan gənci olaraq hər zaman Ulu Öndərə böyük sevgi ilə onun fəaliyyətini izləmişəm. Həmçinin də məni Yeni Azərbaycan Partiyasına aparan yol məhz
Ulu Öndərə olan sevgimdən oldu. Ne güzel, alkışlar sağ Onu qeyd etmək istəyirəm ki, biz ifaçılar da hər zaman bilirik ki, Ulu Öndərimiz musiqiyə, mədəniyyət nümayəndələrinə hər zaman diqqətdə bəli saxlayırdı. Bizim burada dəyərli xalq artistlərimiz var, dəyərli Mahirə xanım, Sabit müəllim. Biz incəsənət nümayəndələrinin üzr istəyirik sizlərin qarşısında biz ifa eləyəcəyik. Biz gənclər də istərdim ki, mən Ulu Öndərin Sənə də qalmaz əsərini elə Mahirə xanımla birgə ifa edərəm. Beraber. Biz belə duraq. Bəli. Gönlüm senin esirin, kalbim senindir yar, kalbim senindir. İnsaf eyle hoş sözler, meniketindir yar, meniketindir. Söyle nedir bu adalar, bu iş ve bu naz. Yeter ay kız, bu güzellik senede kalmaz. Söyle nedir bu hatalar, bu iş ve bu naz. Yeter ay kız, bu güzellik senede kalmaz. Dağlar başın dumandır, yine dumandır yar, yine dumandır. Ayrılığın önünden mene yamandır yar, mene yamandır. Söyle nedir bu adalar, bu iş ve bu naz. Yeter ay kız, bu güzellik senede kalmaz. Yalgızam yalgız, yalgızam yalgız. Gelmedi mühnete ona sağlam vefasız. Bu iş ve bu naz. Yeter ay kız, bu güzellik senede Əziz dostlar, deməli, əgər bu günlərin biz demək olar ki, rəsmi isə, bədii isə, musiqi hissəsi, bunlar hamısını birlikdə edirik. Biz sizlər qədər biz təşkilatçılıq